Biz ondan 13 həftə, 13 avtomobil lotereyasının 10-cu tirajının qalibi ilə Gənclik Mola görüşməyə gəlmişik. Çox da uzatmadan mən onu buraya dəvət eləmək istəyirəm. İlqar bəy, onlar sizi salamlar olsun, necəsiniz? Sağ olun. Bu sizin avtomobiliniz, bu da aşarlarınız, bu da bizim kameramanlar. Onlar da təklikdə qoyub geriyə dönmək ümidi ilə sizi tərk edirəm. Salamlar olsun bir də İlqar bəy, necəsiniz? Nə var, nə yox? Sağ olun, müəllim. Şükür Allah. Özünüzü necə hiss edirsiniz? Normal. Normal. Hər gün maşın udursunuz, elə bir normal. Yəni maşın udan insan deyir özü həyəcanlı. Həyəcanlı. İlqar bəy bu günləri də oradan da həyəcanlıdır. Gələndə mən bunu hiss elədim. İlqar bəy, necədir maşın? Xoşunuza gəlir? Maşın əladır, superdir. Oturdunuz içinə? Bəli, oturdum. Belə salon, komfort. Super. Bu arada plug-in hibrid ürəyici istədiyiniz zaman bunu məhəllədə zaratkaya da qoya bilərsiniz, toka taxırsınız, zaratkaya qoyursunuz, məhəllədə zaratkaya qoyursunuz. Arada benzin də lazım deyil. İlqar bəy, buyurun. Neçə həftədir iştirak edirsiniz bizim lotereyada? Demək olar başlayandan. Başlayandan. Birinci ya ikincidən beləsi deyək. Birinci ya ikinci, bu 10-cudur, siz birinci, ikinci, 8 tirajda iştirak edirsiniz. Bəli. Hamısının iştirak. Sonuncu tiraj zamanı neçə ədəd qapaq kodu vurmuşdunuz bizim sayta? 50-60 arası idi. 50-60 arası? Bəli, 50-60 arası. Ən çox sevdiyiniz bizon hansıdır? Qırmızı bizon. Qırmızı, yenə də qırmızı. Amma bir söz deyim, dəyərli dostlar, bundan qabaqdan bizə deyirdilər ki, İlk qaliblərimiz hamısı qırmızı deyirdilər, amma son zamanlar hamısı göy deyirdilər və İlqar bəy bu adət-ənənəni yenilədi, qırmızı dedi. İlqar bəy, dünənləri mən zəng vuranda çox bir gözəl zamana mən düşdüm. Canlı zamanı İlqar bəy mənə dedi ki, bu günləri zəng vuran zaman mənə dedi ki, sabahlarım, yarın yoldaşımın ad günüdür. Bu necə bir hissdir? Yoldaşımızın ad günündə avtomobil əldə etmək, bu necə bir hissdir? Bayramı bayrama qatmısınız siz. Bəli. İndi, bəs, belə deyək, yoldaşınızın ad günüdürsə, siz lotereyada maşın qazanmışsınızsa, maşın sizindir, yoxsa ona hədiyyə edəcəksiniz? Onundur. Onundur. Buradan salamlayıram İlqar bəyin ailəsini. Əsl sevən kişi belə olar. Görürsünüz, maşın odubdur, amma yoldaşınındır ad gününə. Təbrik edirəm mən. İlqar bəy, ümumiyyətlə, özünüzə inanırdınız? İnanırdım, bəli. Siz gördünüz ki, bizim lotereyadır. Bizon lotereya 13 həftə, 13 avtomobil lotereyasına start verir və siz bizə qoşulursunuz. Özümüzə inanmağı, uğurumuza inanmağı birdən ona kimi neçə balla deyə bilərsiniz? Belə deyim də... Bəxtinizə neçə balla inanırsınız? Birdən ona kimi rəqəm. Bu bizonun sırf loteriyası başlayandan elə bir mənə ürəyimə həqiqətən damır ki, mən bu qalib olacam burada. O necə istəyir? O necə damır? Nə hissdir o? Necə deyim ki, o bizonu alanda mən onu belə alıb açanda o qapağı, o insanı bir belə deyək də, o səs gəlir. Yox, o qapaqda necə qızıl əşyanı elə bil itirməmək bir şey. Onu eləcə saxlayırdım. Siz hiss eləyirdiniz ki, siz udacaqsınız. Özünüzə inanırdınız. Onu o 100% elə bilirdim ki, qazanacam da. Elə bir istifar idi məndə. Baxın, əziz dostlar, İlqar bəy, mən də deyirəm həmişə, bir insan əgər öz şansına, öz uğuruna inanırsa, demir ki, mənim bəxtim yoxdur, bu insan həmişə uğura doğru gedir. Məncə siz bunu hiss eləyirsiniz. Onu hiss eləyirdim. Bəs mən zəng vuran zamanı, siz haradaydınız, nə inirdiniz? Evdəydim. Ev haradadır? Ev Suraxanı rayonunda. Suraxanı rayonunda. Evdəydiniz, siz həmin anı danışa bilərsiniz. Baxın, mən canlı yayımdaydım, bazar ertəsi, canlı yayım. Siz səfərlərimizə canlı yayıma baxırdınız. Bəli, canlı yayıma baxırdım. Həmən gün işdə olmalıydım, səhər durub işə gedə bilmədim. Səhər durub işə gedə, hətta səhər durub işə gedə bilmədiniz. Vallahi billahi, səhər durub işə gedə bilmədim. Yəni, həvəs belə, işə getmək həvəsim olmadı. Həvəs olmaz da, birinci növbədə siz bura gəlmək istəyirsiniz ki, bunu görəsiniz, bunu oturasınız, onu hiss eləyəsiniz. Harada işləyirsiniz? Mən özüm tikintidə. Tikintidə. Bəli. Heç də səhər durub işə gedə bilmədim. Oyunun vaxtında bilirdim. Heç də 14:00 idi. Siz həmin gün işə gedə bilmədiniz, yoxsa bəli, həmin günü, bazar günü həmin günü gedə bilmədim. Sizin qismətiniz necədir ki, özünüz eləmisiniz. İlqar bəy, bəs mən sizə zəng vuran zamanı siz evdəydiniz. Evdə kim var idi başqa? Evdə ailəmdən biri idi. Ailəmiz var idi. Mən sizə zəng vuran zaman evdə nə baş verdi? Biz eşitmirdik, görmürdik. Biz sizin səsinizi eşitdik, biraz həyəcanlı idi. Nə baş verirdi? Birinci kim zəng, o nömrəni kim gördü orada?
Yoldaşım. Yoldaşımız Düz gördü. televizyon qabağında oturmuşdu Aha. beləsinə. Hə, belə baxdı ki, nömrəmiz Aha. belə qışqırdı ki, udduq. Mən yenə də gedirəm, baxıram, o nömrəni orada baxıb görə bilmirəm. Aha. Belə pitər olmuş. Havalanmışdınız belə elə düzdür. Ha, nə bilim, qurban olum Allaha. Evdə deməli ailəviz idi. Hə, özümüz. Hamı bir yerdə sevindi. Ailəvizdən əlavə ilk kimə dediniz? Mən udmuşam. Qalib olduğumuz. İlk kimə zəng vurmusunuz əsas? İlk kimə zəng vurdum, anama zəng vurdum. Allah buradan bütün valideynləri Sağ ol, qorusun. Allah Buradan köməyiniz salamlayırıq. Ananızın reaksiyası, Nə bilim, göz yaşı. göz yaşı. Hə, xeyir dua. İlqar bəy, bayaqlarım mənə dedi ki, çox da mənə belə suallar vermə, danışa bilməm, amma mən sizi danışdıracağam bu günləri, mənə özürlü sayın. İlqar bəy, bayaqlarım danışanda siz dediniz ki, işlədiyiniz tikinti müəssisəsində hal-hazırda bütün işçilər bizon almağa başlayıblar, bizon işləməyə. Bəs bundan əvvəl siz, onların xəbəri var idi, siz iştirak edirsiniz lotereyada. Ha, iş yoldaşlarım bəs hamısı Nə bilir. deyirdilər, necə Deyirdilər, boş şeydir. boş şeydir Ha, deyirdilər. vallahi billahi. Bəs indi vəziyyət nədir, əsas məsələ? İndi deyirəm ki, dünəndən sonra təbrik edirlər, deyirlər, yəni sənin halalında haqqındır. Sürücülük vəsiqəmiz var, Var, bəli. maşınımız var. Var, bəli. Hansı maşındır? Ford Transit. Ford Transit. Hə. Ford Transit. Tikinti siz Ford Transit yeşələrdir. Yox, də yük maşınıdır. Həyətdədir, yəni o saxlamışam başqa iş görürəm. Başqa işlər. Onunla əlaqədar işim. Ona görə sual verin ki, yox. maşınımız var, yəni Ford Transitlə görə şəhərdə sürməzsiniz də yəqin ki. Yox. İlqar bəy, mən sizi ürəkdən təbrik edirəm. Sağ Bizim olun. gələcək qalibləri, bir qalib kimi gələcək iştirakçılar, hələ irəlidə bizim 3 avtomobilimiz də var, yay fəslinin sonuna qədər. Gələcək iştirakçılarımız üçün bir qalib kimi nə arzulaya bilərsiniz? İnansınlar və qalib gəlsinlər. Yəni Allah inşallah qismət eləyəcək. Bir qalib kimi, bir insan hal-hazırda bizə baxır və o da sizin kimi özünə inanır. Siz ona nə deyə bilərsiniz? Bir motivasyon, bir iki kəlmə deyim. Motivasiya verəcək qalib kimi. Nə bilim vallahi. Yəni Allah hər kəsin ürəyinə görə versin. Yəni Mən İlqar bəyi çox da yormayacağam. O da oradan da həyəcanlıdır. Əvvəlcədən mənə demiş ki, mənə çox suallar vermə, çünki mən bilmirəm necə cavab verim. Amma İlqar bəy, mən sizi doğrudan da ürəkdən təbrik edirəm. Çox sağ olun. Can sağlığı arzu edirəm sizə və sizin ailəvizə. Biz olaraq mən çox şadam ki, bugünün 10-cu tirajın uğurlu insanı Çox sağ olun. Allah razı olsun. Təbrik edirəm. Xeyir işlərə inşallah sürəsiniz. Sağ olun. Allah canınızı sağ eləsin. Və mən İlqar bəylə sağollaşıram. Bu günləri 10-cu tirajın qalibi ilə biz görüşdük. İrəlidə isə hələ 3 tirajımız qalıbdır. 11-ci tirajda gələn bazar ertəsi görüşənə dək mən sizi tərk edirəm.